Hər kəsə salam. Bu videoda magistratura səviyyəsi üzrə imtahana hazırlaşanlar üçün ingilis dili toplusundan Negative Words and Sentences bölməsinin testlərini işləyəcəyik. Başlayaq birinci testimizdən. Birinci testdə bizdən düzgün inkar cümləni istəyir. There was a dictionary and encyclopedia in the reference library. A variantında there was neither dictionary. Neither'dan sonra dictionary təkdə olduğuna görə E artiklı işlənməlidir. A səhvdir. B'də there was neither a dictionary nor an encyclopedia in the reference library. B variantımız düzdür. Baxaq digərləri nəyə görə səhvdir. There was no dictionary and an encyclopedia. An encyclopedia olmaz. Nəyə görə? No-dan sonra sayıla bilən tək isim gəlsə belə artikl istifadə edə bilmirik. C çıxır. There was not either dictionary or an encyclopedia. Either'dan sonra a dictionary olmalıydı. D-də çıxır. Y-də isə notla to eyni cümlədə istifadə edə bilmirik. To-nu inkarda istifadə etmək olmaz. Düzgün cavabımız olur B variantı. Baxırıq ikinci testimizə. Düzgün negativ cümləni istəyir bizdən. When Albert Einstein went to school, neither his parents nor his teachers knew about his abilities. Bu cümlə düzdür. Düzgün cavab A variantıdır. Baxaq B digərləri nəyə görə səhvdir. I couldn't let him go without no word of comfort. Couldn't inkardır, no inkardır. İki inkar bir cümlədə istifadə etmək olmaz. B çıxır. There is hardly somebody for me to work with. Hardly somebody olmaz. Nəyə görə? Hardly özü inkarlıq bildirir. İnkar cümlədə də some və onun törəmələri istifadə olunmur. Anybody olmalıydı. C-də çıxır. The driver hadn't to practice. Hadn't to olmaz. Dedik ki, has to, have to, had to. Hansı zamanda istifadə olunursa, həmin zamanın köməkçi feili ilə sual və inkarı yaradılır. Ona görə burada didn't have to olmalıydı. D variantda çıxır. Y variantda doesn't shopping olmaz, doesn't do shopping olmalıdır. Y-də çıxır, düzgün cavabımız olur A variantı. Keçirik üçüncü testimizə. There was a letter and a telegram in her handbag. Dedik ki, neither'dan sonra təkdə olan isimlə qarşısında E işlənir, A çıxır. B variantında no-dan sonra a telegram olmaz, B-də çıxır. There was not letter, not-la to eyni cümlədə işlənmir, C-də çıxır. There was no letter or telegram in her handbag. Düzgün cavabımız D variantıdır. Y-də də yenə notla to işlənmir, Y variantı çıxır. Dördüncü testimizə baxırıq. I like such people either. Bu düzgün deyil, çünki either inkar cümlədə işlənir. A çıxır. I don't like such people too. To ilə not bir cümlədə işlənmir, B-də çıxır. I don't also inkarda işlənmir, C-də çıxır. I don't like such people either. Düzgün cavabımız budur. Y-də nəyə görə səhvdir? I like such people neither. Neither iki əşyadan, iki nəfərdən, iki nəfər haqqında danışırıqsa, neither istifadə edirik. Ona görə Y variantımıza çıxır. Düzgün cavabımız qalır D variantı. Baxaq 5-ci testimizə. My companion will join us too. İnkarını necə yazarıq? My companion will not join us either. Düzgün cavabımız budur. Baxaq digərləri nəyə görə səhvdir. My companion will not join us too. Notla to eyni cümlədə işlənmir. Notla also eyni cümlədə işlənmir. My companion will join us neither. Neither istifadə olmaz. Çünki dedik ki, söhbət iki nəfərdən gedəndə, iki əşyadan getdikdə neither istifadə olunur. D-də çıxır. Y-də isə inkar yoxdur, amma either var. Y-də çıxır. Düzgün cavabımız olur A variantı. 6-cı testimizə baxırıq. There is a book and a journal in the bag. A variantında there is neither book olmaz, neither a book olar. A variantımız çıxır. B variantında there is no book or journal in the bag. B variantı düzgündür. Baxaq C variantına. There is not a book or a journal in the bag too. To ilə not birlikdə işlənməz. C variantı çıxır. There is no any book or a journal. D variantı düzgün deyil. Article var orada. There is not book or journal in the bag. Burada da E article gəlməliydi. Y variantı çıxır. Düzgün cavabımız olur B variantı. Sonra baxırıq 7-ci testimizə. Düzgün olan variantı seçirik. Neither orla yox, norla işlənir. A gedir. B variantında Philip hadn't neither brother nor sister. B variantımız düzgün deyil. Çünki neither onsuz da özü inkarlıq bildirir. Bir cümlədə iki inkar olmur. B-də çıxır. Philip had not brother and sister. Burada not notla to
birlikdə işlənmir, C-də çıxır. Philip had no brother or sister, düzgündür, D variantı. Y-yə baxaq niyə səhvdir? No-dan sonra N-i istifadə olunmur. No-dan sonra birbaşa isim yazmalıyıq. Y variantımızda çıxır, qalır D variantı. Baxaq 8-ci testimizə. There is no teacher or student on the third floor. Bu düzdür. Bu variantımız düzdür. A variantımız. There is neither a teacher nor student. Nordan sonra E artikli olmalıdır. B çıxır. There is neither teacher nor student on the first floor. Neither'dan sonra artikli işlənməlidir. There is no teacher or a student olmaz. No'dan sonra heç bir artikli işlənmir. There is not a teacher or a student olmalıdır. Y variantda çıxdı. Qalır A variantı. 8-ci cavabı. 9-cu testimizə baxırıq. He also didn't make. Notla also işlənmir. İnkarda çıxır. No ilə to olmaz. B-də çıxır. He made a nest for the birds either. Either inkarda işlənməlidir. Burada inkar tələb edir. Ona görə C-də çıxır. He didn't make a nest for the bird either. D variantı düzgündür. Y-də isə no ilə nazir birlikdə işlənmir. Y-də çıxır. 9-un düzgün cavabı olur D variantı. Baxaq 10-cu testimizə. They saw no sheep or goats in the mountains. 10-cu testimizin A cavabı düzgündür. Baxaq digərləri nəyə görə səhvdir. They saw neither sheep or nor goat in the mountains. Article olmalıydı. Neither'dan sonra B çıxır. Sonra burada didn't-la neither olmaz. C-də çıxır. Didn't-la neither olmaz. D-də çıxır. No-la to olmaz. Y-də çıxır. Sonra baxaq 11-ci testimizə. The farmer has a house and a garden. The farmer has no house or garden. Bu düzgündür. Baxaq digərləri nəyə görə səhvdir? The farmer has not a house. Deməli, not varsa to olmaz. Bu çıxdı. The farmer has no house and garden. And olmaz, or olmalıdır. No orla işlənir. C-də çıxır. The farmer doesn't have house or garden. Orada artıq have a house olmalıydı. Sayıla bilən tək isimli deyə artıq olmalıdır. D-də çıxır. Y variantında the farmer has neither a house or a garden olmalıydı. Y variantda çıxır. Davam edək 12-ci testimizlə. We need somebody's help. Deməli, need feili həm əsas, həm də modal feil kimi istifadə oluna bilər. Əgər özündən sonra to-lu feil və ya isim, əvəzlik kimi sözlər gələndə, nitq hissələri gələndə onda olur need əsas feil. To-suz feil gələrsə, onda olur modal feil. Modal feil olanda sualı inkarı need-in özü də düzəlir. Lakin əsas feil olanda hansı zamandadırsa, həmin zamanın köməkçi feili ilə düzəlir. A və B variantında need-dən sonra əvəzlik gəlib. Ona görə A və B variantı çıxır. Çünki need not olmaz. A çıxdı, B çıxdı. We don't-la to bir yerdə işlənməz. We don't need nobody's. Nobody ilə də not bir yerdə işlənməz. Düzgün cavabımız olur Y variantı. Baxırıq 13-cü testimizə. Hardly nobody. Hardly-də, nobody-də hər ikisi inkarlıq bildirir. A çıxır. We did everything to help him and neither did you. Burada da düzgün deyil. Çünki neither did you istifadə edə bilmək. Niyə? Çünki birinci cümlə təsdiqdədir. Təsdiqə təsdiq, inkara inkar verməliyik. Təsdiq olduğuna görə də neither yox, did so olmalıydı orada. B variantda çıxır. C-də you needn't tomatoes, needn't olmazdı, don't need olardı. C-də çıxır. Bill read no books or magazines and Carol doesn't either. Deməli, birinci cümləmizin, əldən əvvəlki cümlənin zamanı hansı zamandadırsa, digərində zamanı o zamanda olmalıdır. Baxırıq, Bill read. Aşağıda doesn't verilib. Doesn't indiki sadə zamandır. Əgər birinci cümləmiz sadə zamanda olsaydı, indiki sadə zamanda reads olardı. Deməli, bu cümlə keçmiş zamandadır ki, read yox, read yazılıb.
Ona görə də Carol didn't Isa olmalıydı. D variantda çıxır. Qalır düzgün cavabımız Y variantı. If you don't stay here, I'll not stay either. Keçirik 14-cü testimizə. There was not an address and a name olardı. A çıxdı. There was no address or name on the letter. B düzdür. There was neither an address olmalıdır. C çıxır. There was not neither olmaz. Notla neither birləşmir. D-də çıxır. No-la da a name olmaz. Y-də çıxır. Düzgün cavabımız olur B variantı. Baxırıq 15-ci testimizə. Alice and Helen are not eager to go somewhere tonight too. Notla to işlənməz. A çıxır. Either Alice or Helen. Either varsa cümlədə bir inkar olmalıdır. Yoxdur, B-də çıxır. Neither ilə hardly bir cümlədə işlənməz. C-də çıxır. Neither Alice nor Helen is eager to nowhere tonight. Nowhere ilə neither bir cümlədə işlənmir. İkisi də inkardır. Düzgün cavabımız olur Y variantı. Neither Alice nor Helen is eager to go anywhere tonight. Baxırıq 16-cı testimizə. Baxırıq adi. Didn't və to var. Avtomatik çıxır bu variant. I was told neither Joyce nor they know his right address no longer. Bir cümlədə iki inkar olmaz. B-də çıxır. I never read or spoke Spanish then. Düzgün cavabımız budur. Heç bir səhvlik yoxdur. D-də Tom didn't his morning exercises regularly last week. Do feili də həmçinin həm əsas, həm də köməkçi feil kimi istifadə edə bilərik. Do exercise əsas feildir. Burada Tom didn't do his morning exercise olardı. D-də çıxır. He cannot hardly, notla hardly işlənmir. Y-də çıxır. Düzgün cavabımız olur. 16-da C variantı. Keçirik 17-yə. Either David or his friends are excited at any exam. Bu düzgün deyil, çünki either varsa bir inkarlıq olmalıydı burada. A variantı çıxır. Neither David or neither orla yox, norla işlənir. Neither David nor his friends are excited at the exam. C düzdür. Gedək baxaq görək. D və Y variantlarımız nəyə görə səhvdir? Neither David nor his friends are hardly. Neither ilə hardly bir cümlədə işlənməz. İkisi də inkardır. Neither David nor his friends to var cümlənin sonunda. To da işlənmir, inkardır. Düzgün cavabımız olur C variantı. Keçiyorum 8-ci testimizə. He met him no more. No more cümlə deməli inkardadır. Biz inkar axtarmalıyıq cavablarda və cümlə hansı zamanda verilibsə, o zamanda da qarşılıq verməliyik. Təsdiqə təsdiq, inkara inkar. Met keçmiş zamandadır. Deməli didlə olan cavabları seçməliyik. A variantını saxlayaq. So did olmaz, çünki so təsdiqdir, biz inkar axtarırıq. B variantımız getdi. Does var C-də, C-də getdi. Met either olmaz, bir inkarlıq olmalıydı. Didlə də notla da to olmaz, Y-də gedir, qalır A variantı. Neither did I. 19-cu sualımıza baxaq. He doesn't live with his parents. Deməli dedik, zamana baxırıq. Hansı zamandırsa o zamana uyğun yazırıq. Bir də təsdiqə təsdiq, inkara inkar. Cümlə inkardadır və indiki sadə zamandadır. Ona görə nə yazmalıyıq? İnkar cümlə seçməliyik. Baxırıq A variantına. Neither she does olmaz. Neither does she olardı olsaydı. A variantımız çıxır. Neither do they. B düzdür. Baxaq digərləri nəyə görə səhvdir. C variantında. So olmaz, inkar lazımdır. Notla to olmaz, Y variantı çıxır. Neither do I olardı. I do olmazdı. D-də çıxır, qalır B variantımız. 20-ci testə baxaq. I didn't see him yesterday. Keçmiş zamanda didlə olanları seçməliyik və inkarda seçməliyik. B variantı çıxır, so təsdiq istəyir. A variantı da çıxır. Neither Bill did olmazdı, did Bill olardı. 20-də A da çıxır. C variantımız düzdür. C variantımızı saxlayaq. D variantımız notla to işlənməz. Also ilə not işlənməz. Qalır C variantımız. Neither did Bill. She didn't like adventure stories in her childhood. Keçmiş zamandadır, inkardadır. Also ilə not işlənməz. A çıxır.
A çıxdı. B variantında to ilə not işlənməz. B-də çıxdı. Either varsa bir inkar tələb edir. İnkar yoxdur. D-də çıxdı. Neither-də də didn't işlənmir. Düzgün cavabımız olur C variantı. 21 cavabımız C variantı. Neither did he. 22-yə baxaq. Our pupils couldn't speak English well last year. Cümlə keçmiş zamandadır. Cümləmizin modal feili could-dur. Could-la inkardırsa, could-dan da istifadə edərək cavab verəcək. Deməli, ours could either. Bu düzgün deyil. Çünki couldn't olmalıydı. Either istifadə olunub deyə A variantı çıxır. So inkarda işlənmir. C variantımız düzgündür. Neither could theirs. Baxaq deyə. Also notla işlənmir. Not da to ilə işlənmir. Qalır C variantımız. 23-də they didn't enjoy themselves at all. Cümlə keçmiş zamandadır və inkardadır. A variantında also notla işlənmir. B variantında neither notla işlənmir. C-də to notla işlənmir. D-də isə baxın, neither we did, neither did we. Neither did we cavabımız Y variantıdır. Birinci köməkçi feil və ya modal feil, sonra şəxs gəlir. Cavabımız 23-də Y variantı. Baxaq 24-cü testimizə. Nobody varsa cümlədə cümləmiz inşardır və başqa inkarlıq tələb etmir. Nobody-də var, nothing-də var. A variantımız çıxır. Bir cümlədə iki inkar olmur. Nobody, never. Hər ikisi inkarlıq bildirir. B-də çıxır. No one has never. Never-də inkardır. No one-da C-də çıxır. Anybody olmaz. Anybody özü ilə birlikdə orada bir mənfilik tələb edir. Mənfilik yoxdur. D-də çıxır. 24-də qalır Y variantı. Nobody has told me anything about it. Keçək 25-ci sualımıza. 25-də düzgün inkarı soruşur. Neither the students nor the teacher were pleased with. Cümlə neither to ilə işlənmir. A çıxır. Neither the students nor the teacher were. Deməli, neither norla birləşən cümlələrdə əgər mübtəda neither norla birləşibsə, xəbər özünə yaxın olan isimlə uzlaşmalıdır. Teacher təkdədir deyə were yox was olardı. A variantımızda, B variantımızda çıxır. Neither the students nor the teacher were also. Were olmaz, yenə uzlaşma düzgün deyil, C-də çıxır. Burada da uzlaşma word var, düzgün deyil, D-də çıxır. Düzgün cavabımız olur Y variantı. Neither the students nor the teacher was pleased with the results of the examination. Neither nor, either orla birləşirsə, əgər cümləmizin mübtədaları xəbər özünə yaxın olan mübtəda ilə uzlaşır. Keçir 26-cı testimizə. When Nick went to Moscow, neither his wife nor his sister knew about his plans. Bu düzgündür. B-yə baxırıq. We shouldn't make him come without no explanation. Not da var, no da var. İkisi də inşarda olmur. Can't da var, hardly da var, olmur. Fred had done a great deal of work. Either varsa inkar tələb edir. Yoxdur, D-də çıxır. Doesn't cleaning every day. Burada əsas feil yoxdur. Y-də çıxır. Düzgün cavabımız olur A variantı. Keçirik 27-ci sualımıza. On Sundays I do either shopping or cleaning. Deməli, either-nin inkarı neither-dən istifadə etməliyik. Both and-lə işlənir, A çıxır. Neither shopping nor cleaning are olmur. Cleaning sayıla təkdə olmalıdır. Are yox, is B-də çıxır. On Sundays I don't shopping or cleaning. Burada da xəbər yoxdur, feil yoxdur. C-də çıxır. D-yə baxırıq. On Sundays I do neither shopping nor cleaning. D variantımız 27-də düzgündür. Y-yə baxaq. I don't do neither cleaning nor shopping on Sundays. Notla neither işlənməz. Y-də çıxır. Düzgün cavabımız olur. 27-də D variantı. 28-ə baxaq. She never reads classical literature or goes to the theater too. Deməli, A variantı səhvdiyinə görə never ilə to bir cümlədə işlənməz. Dedik ki, also to
ancaq və ancaq təsdiq cümlələrdə işlər. İnşada istifadə edə bilmərik. Burada da nor var, amma nor həmişə nice-də istifadə olunmalıdır. B-də çıxır, nice yoxdur. Sonra C-də nice orla yox, norla istifadə olunmalıdır. C-də çıxır. She never reads classical literature or goes to the theater. 28-də D variantı düzdür. Baxaq Y-yə. Hardly ilə never hər ikisi inkardır. Ona görə bunlar da çıxır. Qalır D variantı. 29-cu testdə baxaq. The boy hasn't to do the work alone. Deməli deyirik ki, has to indiki sadə zamandadır, present simple-dadır. Have to, has to öz sual və inkarını hansı zamandadırsa, həmin zamanın köməkçi fe'l vasitəsilə düzəlir. Ona görə the boy doesn't have to olmalıydı. A variantı çıxır. They will not hardly, not da hardly ikisi bir cümlədə işlənməz. B-də çıxır. Neither his parents nor his brother agrees with him. Deməli, C variantımız düzdür. Uzlaşma da düzdür. Tərcümə etibarilə qrammatik də düzgündür. Notla to olmaz. D çıxır. He hasn't breakfast this morning. Bu da düzgün deyil. Çünki cümlənin əsas xəbəri, feili yoxdur. Y-də çıxır. Düzgün cavabımız olur C variantı. Baxaq 30-cu testimizə. Bill didn't many sums on his holiday. Cümlənin əsas feili yoxdur. A variantı çıxır. B-də Mark didn't anything. Burada da xəbər feili yoxdur. B-də çıxır. C-də də didn't mail in. Didn't lie to me no longer. C-də səhvdir. No ilə not olmaz bir cümlədə. Sheldon didn't have any objections and Tom did either. Tom didn't either olardı. D-də çıxır. Düzgün cavabımız Y variantı. Nick couldn't decide whether to go to Moscow or stay in Baku. 30'da düzgün cavabımız Y variantı. Baxaq 31-ci testimizə. At the end of the week, I do either washing or cooking. Deməli, neither washing nor cooking ar yox iz olardı. A çıxır. At the end of the week, I do neither washing nor cooking. B variantı düzgündür. At the end of the week, I do not washing or burada not washing and cooking olardı. C-də səhvdir. Both and-lə işlənir. D-də səhvdir. Neither də notla işlənməz bir cümlədə Y-də səhvdir. Qalır B variantı. Baxaq 32-ci testimizə. Notla to bir cümlədə işləmir. A variantımız çıxır. No museum has never. Bir cümlədə iki inkardır. B-də çıxır. Baxaq C-yə. I needn't any advice or help. Dedik ki, need-dən sonra sadəcə feil gələrsə, to-suz feil gələrsə, onun sualı inkarı özü ilə düzəlir. C-də çıxır. D-də don't give salt or advice until you are asked. Bu düzgün cavabdır 32-də. Y niyə səhvdir? Also inkarda işləmir. Nazi inkarlıq bildirir. Y-də səhvdir. Düzgün cavabımız olur 32-də D variantı. Sonra keçək 33-cü testimizə. Hardly somebody olmaz. Hardly anybody olmalıydı. A çıxır. To ilə inkar bir cümlədə işlənmir. Don't var, to var. B-də çıxır. Nobody didn't-lə işlənməz. Nobody advised me. Don't stay there and phone my brother. 33-də D variantda çıxır. Çünki nobody var, don't var. Bir cümlədə inkar olunmur. 2 dənə qalır Y variantı. Mother advised me not to stay there and phone my brother. Cavabımız olur Y variantı. Baxaq 34-cü testimizə. Nobody varsa to olmaz. A çıxır. Needn't-dan sonra bu needn't düzgün deyil. Bu əsas feildir. Özü inkar da olmaz. B-də çıxır. C-də eyni şəkildə çıxır. Baxırıq Y variantında niyə səhvdir Y variantı? Not da var, nobody da var. Bu da çıxır, qalır D variantı. Düzgün cavabımız D variantıdır. Sonra 35-də He hardly ever needs your help neither. Hardly ever needs your help neither. Neither da var, hardly da var. İkisi də inkardır. A variantı çıxır. He had neither time nor money to go to the concert.
Düzgün cavabımız 35-də B variantıdır. Baxaq C niyə səhvdir? Has to change his flat either inkar tələb edir. Cümlədə inkar yoxdur deyə C çıxır. Was neither a pen nor a pencil to write with olmalıydı. D-də çıxır. They have notla to işlənməz bir cümlədə Y-də çıxır. Düzgün cavabımız olur B variantı. 36-cı testimizlə davam edək. We haven't to, have to-nun sualı inkarı köməkçi feillə düzəlir. A çıxır. Deməli, nə dedik? Have to, has to, had to. Onların sualı inkarı köməkçi feillə düzəlir. Ona görə A çıxır, D çıxır, Y çıxır. Qalır B və C variantlarımız. Didlə də had ikisi bir cümlədə iki keçmiş işlənmir deyə 36-da düzgün cavabımız olur B variantı. 37-də both you and your friend have not to go shopping today. Both and-də də cümlənin xəbəri özünə yaxın olan, yəni ikinci mübtəda ilə uzlaşır. Friend have not yox, has not to go-lardır. Həm də burada have to, has to sual inkarı özü ilə düzəlmir. Yəni bir çox səhvlər var. Ona görə A variantı çıxır. Either you or your friend has not to go olmazdı. Doesn't have to go olardı. B-də çıxır. Neither you nor your friend has not. Neither not istifadə olunmur bir cümlədə. C-də çıxır. Neither you nor your friend has to go shopping today. Bu düzgündür. Y-də isə neither ilə doesn't bir cümlədə olmaz. Y variantda çıxır. Düzgün cavabımız D variantı. 38-ə baxaq. Jane's sister doesn't shopping herself, so does Jane. Deməli, bunu inkarda yazmalıyıq biz. Baxırıq A variantına. Jane's sister never doesn't. Never ilə does bir yerdə olmaz. A çıxır. Jane's sister doesn't do shopping herself. Neither does Jane. B düzdür. Jane's sister doesn't do shopping herself. Jane does either yox. Jane doesn't either olardı. C-də çıxır. D variantına neither has Jane yazdıq. Dedik hansı zamandadırsa qarşılığı o zamanda olur. Zaman dəyişə bilmərik. D variantda çıxır. Y variantında da to ilə neither bir cümlədə olmaz. Düzgün cavabımız olur B variantı. Baxaq 39-a. Tom does sums well and so does Brain. Bu cümləni çevirməliyik biz inkara. Hansı zamandadırsa o zamandan istifadə etməliyik. Tom doesn't sums well and neither does Brain. Bu variantımız düzgün deyil. Nəyə görə? Çünki cümlənin əsas feili yoxdur. A variantımız çıxır. Doesn't-dan sonra bir əsas feil gəlməlidir. Məsələn, doesn't do sums well olardı. B variantına baxaq. Tom doesn't do sums well formada olmalıdır. And Brian doesn't either olmalıdır. B-də çıxır. Sonra C-yə baxaq. Tom doesn't do sums well and Brian doesn't either. Bəli, bu düzgündür. Neither Tom nor Brian, neither ilə doesn't olmaz. D çıxdı. Tom and Brian, burada da don't sums yox, don't do sums olmalıydı. Y-də çıxır. Düzgün cavabımız olur C variantı. 40-cı testimizdə there was not sofa and armchair in the room too. Notla to bir cümlədə işlənmir. A çıxır. He hadn't to, had to'nun inkarı didlə verilir. B-də çıxır. There was neither bread not butter on the table. Düzgün cavab C variantı. Bread and butter uncountable-ların olduqlarına görə article tələb etmir. These girls have not supper olmazdı. These girls don't have supper at home olardı. He can't speak neither. Neither ilə can't bir cümlədə işlənmir. Y çıxır. Qalır C variantı. Baxaq 41-ci testimizə. They didn't ask me to call the police and don't worry to. Notla to işlənmir bir cümlədə. A variantı çıxır. B variantı. They didn't ask me worry and call the police. Bu da tərcümə etibarilə düzgün gəlmir. B variantda çıxır. Baxaq C variantımıza. They asked me not to worry and call the police. Onlar mənə dedilər ki, narahat olma və polisə zəng et. C variantımız düzgündür. They ask me don't cümlə quruluş etibarilə düzgün deyil. Don't heç vaxt yerdə ola bilməz. D-də çıxır. Hardly ilə somebody olmur. Y-də çıxır. Qalır cavabımız C variantı. 42-ci testimizdə nobody expected that the professor would come so earlier. Bu düzgündür. Heç kim gözləmirdi ki, professor bu qədər tez gələr. B-də anybody didn't expect the professor come so earlier.
Bu cümlə düzgün deyilməyə görə professor comes olardı, olsaydı. B variantı çıxır, həm də zaman uzlaşması yoxdur. Burada bir tərəf indiki, bir tərəf keçmiş zaman ola bilməz. B çıxır, A variantımız düzdür. C-də no one varsa so did we olmaz. İnkara inkar, təsdiqə təsdiq. C-də çıxır. D variantımızda birinci hissə everybody, hər kəs təsdiqdədir. İkinci hissə neither olmaz, təsdiqə təsdiq olmalıydı. Nobody ilə didn't olmaz. Düzgün cavabımız olur A variantı. Keçək 43-cü sualımıza. A variantına baxaq. Somebody saw you find the key, neither did I. Birinci tərəf inkar təsdiqdədir, ikinci tərəf inkarda olmur. A variantı çıxır. Nobody didn't olmaz. Bir cümlədə inkar B-də çıxır. C-də she told me not to disturb her at midnight. C düzdür. Has to'nun inkarı özü ilə düzəlmir. D çıxır. Dedi ki, neither the students nor the teacher are right. So were we. Cümlədə bir çox səhvlər var. Teacher isə are yox, is olardı. Dedik ki, özünə yaxın olan isimlə uzlaşır. So were we olmazdı. Çünki neither inkardadır. İnkara inkar verməliyik. Y variantı səhvdir. 43-də düzgün cavabımız C variantıdır. Deməli, 44-cü testimizdə anybody didn't expect the workers to finish their work so soon. Bu düzgün deyil. Çünki so soon gələcək zamandadır və gələcəyə aid bir işarət olmalıdır cümlədə. A variantımız çıxır. B-də no one expected that the workers would finish their work so soon. 44-də B variantımız düzdür. Baxırıq niyə C səhvdir. No one birinci tərəfdəki cümlə, vergülə qədər olan cümlə inkardadır. Vergüdən sonra təsdiqdə ola bilməz. So did I. O hissə neither ilə olmalıydı. C-də səhvdir. Nobody. Burada da nobody ilədirsə so olmaz. D-də səhvdir. No one-la never də olmaz. Y-də səhvdir. Düzgün cavabımız 44-də B variantıdır. 45-ə baxırıq. Don't speak to Alice until she apologizes. Cümlədə heç bir səhv yoxdur. Bunu saxlayaq. B variantında no house isn't olmaz. İki inkar var. B çıxır. We needn't any olmaz. Don't need olmalıydı. C-də çıxır. We don't need any help. Notla to işlənmir. D-də çıxır. I want neither help and neither norla işlənir. Y-də çıxır. Düzgün cavabımız olur A variantı. A variantının düzgün olduğunu bilirdik. Amma digər variantların da səhv olduğunu təsdiqləsək, cavabımızın daha çox əmin olarıq. Baxırıq 46-cı testimizə. Not a single creature wasn't seen around. Notla not işlənməz. A variantı çıxır. Never have I met such well-behaved children before. They are as good as gold. Bu variantımız düzgün kimi görünür. Hələ ki bunu saxlayaq. C-də no sooner my father had said. Bu cümlə inversiya cümləsidir. Inversiya bu şəkildə no sooner-la olan inversiya cümlələrində, no sooner than-la olan inversiya cümlələrində cümlənin köməkçi feili, yəni had gəlməlidir no sooner-ın yanına. No sooner had my father sat down to dinner than there was a knock on the door. C variantda çıxır. Neither did-lə işlənmir. D-də çıxır. İnkarda da to olmur. Y-də çıxır. Düzgün cavabımız olur B variantı. Deməli, keçirik açıq tipli testlərimizə. 47 ilə başlayaq. Neither have my colleagues. Neither varsa deməli biz inkara cavab veririk. Baxırıq, inkar cümlələri axtarırıq. Bir də Mr. Clinton has already decided to move. Bir çıxır. Nick has never lied to me. 2 düzdür. Mike has never late for work. Bu düzgün deyil burada çünki əsas xəbər yoxdur. Əsas feil yoxdur. Is never, has never. Bu bilinmir nədir. Ona görə 3 səhvdir. 4 isə Helen hasn't been introduced to the delegates. 4 də düzdür. Cavabımız olur 2-4. Həm də ki 3-də əgər has olsaydı, has olaraq açılsaydı apostrof s, onda biz cümlədə xəbər axtarmadıq, feil axtarmadıq. Feilimiz yoxdur. Düzgün cavabımız 47-də olur 2 və 4. Baxaq 48-ə. Düzgün inkarı seçirik. Norman will refuse to help us. Mark will not either. Demək, birinci tərəf inkarda, təsdiqdədir. İkinci tərəf inkardadır. Düzgün deyil. A variantı. Birinci çıxır.
Norman won't refuse to help us. Mark won't either. Düzdür. İkinci. Norman won't refuse to help us. Mark will either olmaz. Mark won't either olardı. Üstə çıxır. Norman won't refuse to help us. Neither will Mark. Düzdür. 48-də düzgün cavab 2 və 4-dür. Baxaq 49-cu testimizə. Nick won't celebrate his 55th anniversary. Helen will either. Will yox, won't olardı. Çünki either inkarlıq bildirsə də cümlədə mütləq şəkildə bir inkar söz olmalıdır ki, either-ın onun yanına yaza bilək. Ona görə bir çıxır. Nick won't celebrate his 55th anniversary. Helen won't either. Düzdür bu. Nick will celebrate his 55th anniversary. Helen won't either olmaz. Çünki birinci tərəf təsdiqdədir, ikinci tərəf inkarda olmaz. 4-də də won't varsa neither olur. Düzdür. 49-da düzgün cavabımız 2 və 4. Baxaq 50-ci testimizə. You needn't come if you don't want to. Sən əgər istəmirsənsə gəlməyə ehtiyac yoxdur. Bir düzdür. I need not anything. Anything gəlirsə deməli orada need əsas feildir. Özündən sonra not istifadə edə bilmərik. 2 çıxır. I don't need anything. You need not to help me. Deməli 3-də nə səhvdir? 3-ün birinci hissəsi düzgündür. İkinci hissəsində you need not to help olmazdı. You need not help me olsaydı düz olardı. To orada artıqdır. Ona görə 3-də çıxır. You don't need to me if you don't want to. Düzgün cavab olur 1 və 4. Keçək 51-ci testimizə. You needn't pay me now if you don't have any money. Birinci cümlə düzdür. I needn't to. Needn't-dan sonra to olmaz. 2 səhvdir. I am here. You don't need be afraid. Need to be afraid olardı. 3 də səhvdir. 4-də you don't need to pay for the library if it is free. 4 düzdür. Cavabımız olur 1-4. 52. John hasn't seen the new movie yet and deməli düzgün cavabımızı nədən bilirik? 1. Təsdiq, inkar seçməliyik. İkincisi hansı zamanda ona baxmalıyıq. I haven't either. Bu düzdür. İnkardır. Nor I haven't. Nor belə bir şey mümkün deyil. Düzgün quruluş deyil. Sonra üçüncüdə either have I. Düzgün deyil. İnkar yoxdur burada. Neither have I düzgündür. Bir də nor have I düzgündür. Düzgün cavabımız olur 1, 4 və 5. Norla haven't olmazdı. Ona görə cavabımız olur 1, 4, 5. Keçək 53-cü sualımıza. He hasn't seen the film yet. Yenə baxırıq. İnkara inkar, təsdiqə təsdiq. Bir də düzgün zamana. I haven't either. Düzdür. Birincisi düzdür. I don't neither. Neither don't işlənmir. Neither have I. Düzdür. Either do I səhvdir. Nor have I düzdür. Either don't I olardı. Heç don't have I da olmazdı. Düzgün cavabladı. Çünki zaman uzlaşması olmalıdır. Düzgün cavabımız olur 1, 3, 5. 54-də baxaq. He didn't even try to take advantage of her generosity. Neither did John. Did hər ikisi düzdür. Zaman uzlaşması, təsdiqə təsdiq, inkar məsələsi. Birinci düzdür. She looked neither surprised or neither norla işlənir. 2 səhvdir. There were no-dan sonra any olmaz. 3 də səhvdir. You can hardly expect her to do it for free. Düzdür. Hardly özlüyündə ilə inkar bildirir. She had neither the time nor the money to travel abroad. Bu da düzdür. Baxaq 55-ci sualımıza. We didn't see the cattle, nor did we visit the cathedral. Cümlədə inversiya var və cümlə düzgündür. 1 düzdür. 2. There would know the other way to defend her moral objections without hitting that in his mind. No-dan sonra heç bir halda artikl işlənmir. Nə müəyyən, nə də qeyri-müəyyən. Yəni nə en, nə də d artiklları işlənmir. 2 çıxır. Baxırıq 3-cüyə. In reality, neither of them gave a flip about the other's life or career. 3 düzdür. 4-də baxaq.
Rita laughed, but neither looked up or neither norla işlənir. 4-də çıxır. I noted that nobody replaced a resistor in any corner of the board. 5 düzdür. Düzgün cavab olur 1, 3, 5, 55-də. Keçək 56-cı testimizə. Mother doesn't any shopping on Sundays too. Həm notla to işlənmir, həm də cümlənin əsas feili yoxdur. 1 çıxır. He attends neither lectures nor seminars. 2 tamamilə düzdür. None of them never, none-la never hər ikisi inkardadır deyə işlənmir. Baxaq 4-cüyə. I had to make a decision. Had to-nun inkarı özü ilə düzəlmir. 5-ciyə baxaq. Only Tom's mother didn't drink or eat at the party. 5 düzdür. 4 də səhvdir. Düzgün cavabımız 56 olur. 2 və 5. 57. The passengers had to wait no longer. 57-də 1 düzdür. 2. No words can't, no can't olmaz. Neither of them wasn't olmaz. There is nothing to do but wait till he comes. Bu düzdür. 5-də də niyə səhvdir? Don't-la no longer olmaz. 57-də olur 1, 4. Əslində bu tip testləri çıxdaş etməklə tamamilə rahatçılıqla həll etmək olar. 58-ə baxaq. You needn't to pay so much on these boots. Heç sona qədər oxumağa ehtiyac yoxdur. Dedik ki, need-dən sonra to gəlirsə, o əsas feildir. Ona da not əlavə edə bilmərik. I need no help anymore. Düzdür. You needn't send me all the information. Bu da düzdür. He doesn't need your book. Bu da düzdür. He doesn't need to have a shower olmalıydı. 5-də səhvdir. Düzgün cavab olur 2, 3, 4. Baxaq 59-a. I needn't all these books. Düzgün deyil. Özündən sonra isim gəlir. Özünə not əlavə eləyə bilmərik. He never needs anybody's help. 2 düzdür. You needn't to pay. Needn't-dən sonra to olmaz. 3 səhvdir. I don't need any advice. 4-də düzdür. They don't need anyone to help them. 5-də düzdür. Düzgün cavabımız olur 2, 4 və 5. 59-da. 60-a baxaq. Aha. Burada bir tekst açaq. Both the boys came. Bunun inkarını yazırıq. Both da neither də hər ikisi 2 nəfərdən danışır. Either də, both da neither da. Hər biri 2 nəfərdən söhbət gedir. Neither of the boys came. Onlar Y variantı. Baxaq niyə o birlər olmur. Neither of them will help olmaz. Deməli, cümlə keçmiş zamanda de came. Keçmiş zamanda. Qarşılığını keçmişdə verməliyik. A variantı gələcəkdədir. B variantı indikidədir. C də gələcəkdədir. D də indikidədir. Düzgün cavab olur Y variantı. Sonra baxırıq ikinciyə. Either your brother or you are guilty. İndiki sadə zaman verməliyik. A variantımız çıxır, buna getmir. B variantımız uyğun getmir. You is olmaz, are olar. C də gələcəkdə düzgün cavab D variantıdır. Neither your brother nor you are guilty. Üçüncüyə baxaq. Either of them will help you. A variantı olur. Neither of them will help you. Üçdə də A variantı. B də is var, bu səhvdir. Deməli, başqa nə qaldı? C-də də bu da heç birinə uyğun gəlmir. Aha. Keçək 61-ci testimizə. Burada bir tekst açaq. Altmış birdə. Tom doesn't do chemistry anymore. İndiki zamandadır və inkardadır. İndiki zaman və inkar axtarmalıyıq. A variantı indiki zaman deyil. B-də kənlə verilib. C-də he doesn't do biology either. Bir də C uyğun gəlir. D-də həddir keçmiş, bitmiş zamandır. This one doesn't neither. Neither. Ümumiyyətlə Y variantı heç birinə getmir. Səhvdir, çünki notla neither olmaz. Buradan Y variantı səhvdir. Baxaq sonra ikinciyə.
The gas had been cut. Had been hansıdır? Keçmiş, bitmiş zaman. O zaman axtarmalıyıq. A variantı uyğun deyil, B də uyğun deyil. C-ni yazmışıq, qalır D variantımız. 2-də olur D variantı. 3-də zamanlara baxırıq, bir də təsdiq, inkara. I can't understand this. Burada da bir dənə cannot var. O da hardadır? Neither can I. B variantı. 62-ci testimizə baxaq. There were newspapers left in the shop by 1 o'clock. Burada tərcümə etibarilə belə deyə bilərik ki, saat 1-dən mağazada heç bir qəzet qoyulmamışdı, qalmamışdı. Heç bir no newspaper Y variantı. İkincidə when the boat started to sink, qayıq batmağa başlayanda we were frightened because neither of us could swim. Deməli, neither və no-nun nəvət işlədirik. Neither of us dedikdə daha çox bilinir söhbətin kimdən getdiyi, daha az adamdan gedir. None of us daha çox adamdan söhbət gedir. Ona görə 2-də olur B variantı. 3-də as it was top secret, bu çox böyük bir sir idi. None of them told it to their friends. Onların heç biri dostlarına bunu demədilər. 3-də də olur none B variantı. 63-cü testdə baxırıq. Nothing, no, none. Hər üçü inkardadır. Buradan inkar olan cümlələr avtomatik çıxır. A çıxır. Y çıxır. Qalır B, C, D. B, C, D-ni də onların arasında baxıb bölüşdürürük. 1. Aha. There was of the applicants in the meeting hall. None of the applicants. İştirakçılardan heç biri olar. 1 olur. Demək 1 yox. 2. None of them. 3 olur. B. Yazaq B. Sonra it has to do with the scenario. It has nothing to do with the scenario olar. Deməli, nothing 1 olur. C. 2-yə isə qalır D variantı no longer. I can't wait no longer. 2-də isə olur D variantı. Düzgün cavabımız 1C, 2D, 3B. Bu testlə də bu bölmənin sonuna çatdıq. Sualınız, hər hansı bir anlamadığınız bir mövzu, bir sual, bir test olarsa şərh bölməsində qeyd edərsiniz. Növbəti mövzularda, növbəti videolarda görüşənədək hələlik.